çiçektir, gülümseyir güneşe. Hər ana körpəsilə xoşbəxt olur həmişə. Dolsun gülüşlərinə, qoy yaxınlar uzaqlar. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Dolsun gülüşlərinə, qoy yaxınlar uzaqlar. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Uşaqlarla görüşürdüm. Bir qız yaxınlaşdı, 4-5 yaşında, deyir ki, mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu bugün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Yaxınlar uzaqlar. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Dolsun gülüşlərinə, qoy yaxınlar uzaqlar. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Hər bağçada, hər bağda nəğmələrin ucalsın. Siz, əziz uşaqlar, bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Və bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Təbrik edirəm sizi. Xoşbəxt olsun